Heyvanlar bir-birinin tükünü sığallayıb öz aralarında etibar yaradırlar. Grooming eləyirlər. Təəssüf ki, insanların elədiyi grooming bu qədər məsum deyil. Sadə dildə desək, grooming böyüklərin azyaşlıları seksə cəlb eləmək üçün onlarla isti münasibət qurması, etibarlarını qazanması və başlarını bişirməsidir. Statistika deyir ki, grooming qurbanlarının yarısı 12-15 yaş arası uşaqlardır. Onların isə əksəriyyəti qızlardır. Bəzən isə 18-20 yaş aralığında gənclər də groomingə məruz qala bilər. Uşaqlar çox vaxt seksual münasibət üçün, bəzən isə narkotik ticarəti və ya terror üçün grooming edilə bilərlər. Groomerlər əksər hallarda müəllimlər, məşqçilər, müdirlər, yaşca böyük qohumlar və başqaları ola bilər. Groomer uşağı bişirmək üçün bir neçə üsuldan istifadə edə bilər. Bunlardan biri tərifdir. Məsələn, o azyaşlıya deyir: "Sən yaşına görə çox yetkinsən, çox müdriksən, məni bircə sən başa düşürsən, sən başqaları kimi deyilsən." Bu sözlər azyaşlının özünü özgüvənli və xüsusi hiss eləməyinə səbəb olur. İkinci üsul isə özəl münasibət və himayədarlıq etməkdir. Məktəb və universitet mühitində groomerlər öz qurbanlarını qabağa çəkə, digərlərindən seçə, ona yaxşı qiymətlər yaza və problemlərini həll edə bilir. Üçüncü üsul isə ortaq sirr yaratmaqdır. Groomer azyaşlıya öz sirrini danışır və ondan da öz sirrini bölüşməsini istəyir və beləcə arada etibar yaradır. Başqa bir üsul isə təcriddir. Groomer öz qurbanını dəstək ala biləcəyi insanlardan fiziki və emosional olaraq uzaqlaşdırır. Onu valideynlərinə və dostlarına qarşı doldurur. Bəzən isə tam tərsinə olur. Groomer uşağın valideynləri ilə çox yaxşı münasibət qurur ki, valideynləri uşağı ona etibar eləsinlər, nigaran qalmasınlar. Groomer uşaqda emosional asıllıq yaradır. Onunla uzun-uzun danışır, görüşür, problemlərini dinləyir və həyat məsləhətləri verir. Uşaq bu ünsiyyətə ehtiyac duyur və get-gedə groomerə bağlanır. Sonra groomer tədricən fiziki yaxınlığa və toxunuşlara başlayır və bunun normal olduğunu deyir. Uşağın çiyinlərini sığallamaq, əlindən tutmaq, qucaqlamaq və s. Zamanla bu toxunuşlar daha intim hal alır. Birlikdə pornoya baxmaq, duş qəbul eləmək, uşağın seksual fantaziyalarını soruşmaq və ona öz fantaziyalarından danışmaq da groominga daxildir. Groomer uşağı seksə sövq eləmək üçün yetişdirir və bunun üçün müxtəlif manipulyasiyalardan istifadə edir. O deyir: "Bu mənim sağlamlığım üçün lazımdır. Seks iki insan arasında normal hadisədir. Mən sənin üçün bu qədər yaxşılıqlar eləmişəm, amma sən mənə bir dənə şeyi çox görürsən." Bəzən isə azyaşlı baş verənlərin nə olduğunu tam dərk eləmədən razılıq verir. Groomer həmçinin öz qurbanını şantaj eləyə, intim görüntülərini yayacağı ilə, onu biabır eləyəcəyi ilə hədələyərək də seksə məcbur qoya bilir. Bəzən isə groomerlər azyaşlının cinsi yetkinlik yaşına çatmasını gözləyib, sonra onunla əlaqəyə girirlər. Amma əvvəlcədən bu münasibəti seksə hazırlayırlar. Groomer elə göstərə bilər ki, güya uşaq özü buna razılıq verib. Amma bu münasibət əvvəlcədən qeyri-bərabər idi. Tərəflərdən biri həm öz statusundan, həm də qarşısındakının həssas psixoloji vəziyyətindən sui-istifadə eləyir. Qurbanlar belə münasibəti dayandırmaqda çətinlik çəkirlər. Çox vaxt bunun yanlış və təhlükəli olduğunu çox gec anlayırlar. Hətta əvvəl-əvvəl bu münasibət onların xoşlarına gələ bilər. Sonra isə yox desələr, qarşısındakı insanı itirməkdən qorxurlar. Valideynləri ilə problem yaşayan, məktəbdə təklənən uşaqlar grooming edilməyə daha həssasdırlar. Valideynlərindən, xüsusən də atalarından sevgi görməyən qızlar da özlərindən yaşca böyük kişilərin qurbanına çevrilə bilirlər. Keçmişdə zorakılıq yaşamış şəxslər də risk altındadır. Çünki onlar öz şəxsi sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Tanınmış şəxslərin pərəstişkarları da həmin məşhur şəxslər tərəfindən grooming edilə bilirlər. Cinsi orientasiyasını gizlədən uşaqlar da həssas qrupdur. Onları şantaj eləmək daha asandır. Çünki hadisəni danışmağa və kimdənsə kömək istəməyə qorxacaqlar. Azyaşlılar xüsusilə də internet məkanında müdafiəsizdirlər. Ona görə də valideynlər uşaqlarının real həyatda tanımadıqları insanlarla onlayn ünsiyyətinə nəzarət etməlidirlər. Valideynlər uşaqlara bədənlərinin toxunulmaz olduğunu və yox demək hüquqlarının olduğunu öyrətməlidirlər. Əgər ailədə seks qadağan olunmuş mövzudursa, o zaman uşaq başına gələnləri evdə danışmağa və kömək istəməyə çətinlik çəkə bilər. Groomingdən zərər çəkənlər bilməlidirlər ki, baş verənlər onların ayıbı və günahı deyil. Əgər hədə-qorxu və şantaja məruz qalırsınızsa, bilməlisiniz ki, bir dəfə boyun əysəniz, bu hal davam eləyəcək. Şantaj cinayətdir və qanunla ciddi cəzalandırılır. Polisə müraciət eləmək, bütün sübutları və yazışmaları toplamaq isə cinayətkara qarşı tədbir görülməsi üçün vacibdir.